uşaqlar görürəm, YouTube-da hər kəs yazır mətnlər. Birinci mətni göndərdim, dərhal keçirəm ikinci mətnin izahına və mətnimiz Palıdın dərsi mətnidir. Görək burada suallarımız necədir. Və uşaqlar videonu bəyənib kanala abunə olmağı unutmayın. 47-ci suala baxırıq. Deyir ki, mətnə əsasən cədvəldən uyğun fikri müəyyən edin. Belə də edirəm ki, mətni hər kəs ekran saxlayıb oxusun. Deməli, Murtuz kişi təbiətə qarşı olduqca həssas insandır. Bəli, bu düzgündür. Çünki uşaq ağacın budağını sındırdığı zaman Murtuz kişi gəlir deyir ki, onu niyə elədin? Sən başqasının kölgəsini oğurladın. Düz fikrə yanlış deyir. Deməli, sətr olaraq görürsünüz, biri plus, biri minus oldu, uyğun olmadı, getdi. Kənd uşaqları hər zaman palıd ağacını qorumağa çalışıblar. Axı qorumayıblar, onu ilə qırırdılar. Ona görə bu səhv fikirdir, amma buna doğru deyil. Yəni, sətr düzgün olmadı, B getdi. Fırtına zamanı kəndin evlərinə heç bir zərər dəyməmişdi. Axı zərər dəymişdi, bir dənə palıd ağacına dəyməmişdi. Bu səhv fikirdir, buna düz deyil. Getdi bu. Elzən fırtınadan sonra da ağaclara qarşı rəftarını dəyişmədi. Bu yanlış fikirdir. Fırtınadan sonra artıq ağaclara qarşı rəftarını dəyişir və Elcan dostları daha ağaca zərər vermədilər deyir. Görürsünüzmü? Bu yanlış fikirdir. Yanlışı da yanlışdır. Deməli, D variantı olacaq variantımız. Bir ağacın məhv edilməsi gələcəkdə kimisə rahatlığının əlindən alınmasıdır. Bəli, düz fikirdir, amma buna yanlış deyir. 48-ci suala baxırıq. Uşaqlar deyir ki, mətnə əsasən yanlış fikri müəyyən edin. Murtuz kişi ağaca sadəcə bir bitki kimi deyil, gələcək nəsillər üçün bir miras kimi baxırdı. Bəli, bu mətndə var idi. Elzanın ağaca münasibətinin dəyişməsinə səbəb baş verən təbiət hadisəsi və qocanın nəsihətinin doğruluğunu görməsi idi. Bu da düzgündür. Fırtına filan olmuşdu axı mətndə gördüyümüz kimi. Murtuz kişi uşaqların ağaca zərər verdiyini gördükdə onlara qarşı sərt və qəzəbli reaksiya göstərərək onları cəzalandırdı. Axı onları cəzalandırmadı. C variantı səhvdir. Uşaqlar C oldu. Mətndəki palıd ağacı həm insanlar üçün sığınacaq, həm də təbiətin dözümlülük rəmzi kimi təsvir olunub. Düzdür, fırtınada heç nə olmur. Dözümlülük rəmzi və çobanla qoyunlar ona sığınır, sığınacaq rəmzi kimi olur. Hekayənin sonunda kəndin mühitin müsbət tərəfə dəyişdiyi və ağacların sayının artdığı məlum olur. Deyir ki, bəs burada indi həmin təpədə tək bir palıd yox, bütöv bir palıd meşəlik salınıb, yəni ağacların sayı artıb. Bu da düzgündür. 49. Mətndə tündqara hərflərlə verilmiş sözü əvəz edə bilər. Deməli, lakin o günün Elcan əvvəlcə qocan sözlərinə əhəmiyyət vermədi, önəm vermədi olar, düzdürmü? 4 və fikir vermədi olar. 1-4. Götürərik. 1-4 olan variant A variantı olacaq. Göz qoymadı olmaz, ürəyi yandı olmaz, məsləhət vermədi olmaz. Mətnə əsasən nöqtələrin yerinə yazıla bilər. Çoban və sürüsü palıd ağacının gövdəsinə sığındı. Nəticədə nə baş verdi uşaqlar? Palıd ağacı boyatmadı, yox. Murtuz kişi sırf buna görə Elcana nəsihət vermədi. Öncədən Elcana nəsihət vermişdi. Sarsılmadan yerində durması çobanın onlara sığınmasına görə deyildi, özünün möhkəm olmasından idi. Çoban və sürüsü fırtınada xilas oldu. Elə E variantı. D-da olmaz. 51. Hansı cümlələrlə mətnin əsas hissəsini genişləndirmək olar? Murtuz kişi uşaqları tərəf dönüb onları meşə zolağa salmaq üçün lazımi avadanlıqlarla təmin etdi. Axı, bu meşə zolağı salmaq üçün lazımi avadanlıqlarla təmin etdi. Deməli, hər şey müsbətə doğru dəyişib də, düzdür. Bax, meşəlik buradadır da, bu da nəticə hissədir. Bax, bu hissədədir. Deməli, bunu yaza bilməzsiniz əsas hissəyə. Onun üçün biri atırıq. Getdi. Ya 3-4 ya da 2-4. Elzan sındırmaq istədiyi budağa baxdıqca içində qəribə bir peşmançılıq hissi baş qaldırdı. Elzanın budaq sındırması əsas hissədə idi də, düzdürmü? 2-ni götürə bilərsiniz. Kəndə çəkilən yeni asfalt yol təpənin yanından keçərək mənzərəni tamamilə dəyişmişdi. Axı, bunun mətnə əlaqəsi yoxdur, asfalt yolu. Getdi bu. Fırtına zamanı sığınacaq tapan çobanın qəlbində həm qorx, həm də bu uca ağaca qarşı bir minnətdarlıq var idi. Bu da fırtına əsas hissədə də artıra bilərik. 2-4 A variantı oldu. 52. Murtuz kişidən başqa kənddə yaşlı adam yox idi. Fakt. Fırtına zamanı palıd ağacı aşmadan yerində qaldı. Mətnə görə faktları tapırıq uşaqlar. Murtuz kişidən başqa kənddə yaşlı adam yox idi. Fikri yanlışdı. İndi bir də qayıdıb baxarıq. Fırtına zamanı palıd ağacı aşmadan yerində qaldı. Bəli, dimdik dayanmışdı. 2 düzgündür. Murtuz kişi ağacların dəyərini anlayırdı. Bu fakt mətnə görə. Bu düz fikirdir. Fərziyyə deyil. Əgər ağac olmasaydı, çoban və sürüsü fırtınadan xilas ola bilməzdi. Bəlkə də xilas ola bilərdi. Məsələn, tez evinə yönələ bilərdi çoban. Amma yenə də həmin ağac da onun sağ qalmasına kömək edir. Ona görə biz bunu dəqiq bilmirik. Ağaca görə də sağ qala bilər. Ağac olmasaydı da bəlkə evinə gedəcəkdi, yenə də sağ qala bilərdi. Bu ehtimaldır.
Ona görə bunu da götürə bilərsiniz. Nə oldu variantımız? 2, 4, A variantı oldu. Murtuz kişidən başqa kənddə yaşlı adam yox idi deyir. Bu ağacı illər əvvəl kəndin ən yaşlı sakini, hamının nəsihət baba dediyi Murtuz kişi əkmişdi. Bax, deyir, kəndin ən yaşlı sakini. Yəni, ən yaşlı olmasını deyir, amma yəni bundan başqa yaşlı insanlar yoxdur demir. Bəlkə bundan 2 yaş aşağı, məsələn, 82 yaşında başqa bir yaşlı var. Keçdik 53-cü suala uşaqlar. Mətnin əsasını dəqiqləşdirmək olar. Palıd ağacının nöqtələri Murtuz kişi tərəfindən neçənci ildə əkildiyini, illər əvvəl deyil, neçənci il demir. Dostlar, bir səhv olar. Kim tərəfindən əkildiyini və qulluq edildiyini, bəli, 2-ni götürürük. Kəndin hansı hissəsində yerləşdiyi var idi də, dağın döşü idi deyəsəm, qaydaq dərhal. Hamının nəsihət baba dedi, kəndin kənarındakı təpənin döşündə əkilib. 3'ü götürəcəksiniz. 2, 3'ü götürdüyümüz bir variant, biri də atdığımız variant. Atdıq 2, 3. Bu variant olacaq təbii ki, amma yenə baxaq. Gövdəsinin tam olaraq neçə metr hündürlükdə olduğunu, təhlükəli anlarda canlılar üçün əhəmiyyət daşıdığı da var idi. Çobanı xilas edir. 2, 3, 5 B variantı. Mətnin əsas fikrini, ideyasını ifadə edən bəndi müəyyən edin. Görək nə olar? Variantları bir-bir oxuyaq. Yaşlı nəslinin nəsihətlərinə qulaq asmaq hər bir gəncin mənəvi borcudur. Təbiət hadisələri qarşısında insan acizliyini yalnız uzaq və möhkəm ağaclar kompensasiya edə bilər. Yalnız uzaq ağaclar. Həqiqi insanlıq təkcə özünü deyil, özündən sonraki nəsillərin də rifahını da rahatlığını düşünərək iz qoymaqdır. Bu qəşəng cümlədə ola bilər. Uşaqlar təbiətə vurduğu zərərin qarşısını almaq üçün bu yox. Hər iki bitki öz inkişaf, bu heç yox. Getdi. Uşaqlar, mətndə görürük ki, bəs bu Murtuz kişi özündən sonraki nəsli düşünür, düzdürmü? Sonra yəni ağacında qayğısına qalır, düşünür ki, bəs insanların görürsənmi deyirsən, onun budağını qırdın, kiminsə kölgəsini oğurladın. Yəni bu tip şeyləri düşünən birisidir. Ona görə də həqiqi insanlıq təkcə özünü deyir, özündən sonraki insanların rifahını düşünərək iz qoymaqdır. C variantı olar. Sonra problem, səbəb, problemin həlli. Mətndəki problem nə idi uşaqlar? Ağacların təbiətə qarşı laqeyd münasibət. Təbiətə laqeyd münasibət. Yəni pis davranması. Təbiət dedikdə mən ağacı tuturam və yaxud nəzərdə tuturam. Sürətli danışıram deyə danışığımı da itirdim uşaqlar. Palıdın budaqlarının kəsilməsi. Palıdın budaqlarının kəsilməsi. Bu ola bilər. Sonra deməli buna səbəb nədir? Uşaqların düşüncəsizliyi. Uşaqların düşüncəsizlik və yaxud başqa nələrsə yazmaq olar. Bura problemin həlli necə olur? Problemin həlli də olur ki, Murtuz kişi, gəl baxaq bir dənə o hissəyə. Murtuz kişi gövdəsinə sığınıb xilas olublar. Murtuz kişi gülümsər uşaqları tərəfdə görsünmü filan filan. Deməli uşaqlar, fırtınadan sonra insanların çobanın sağ qalması, uşaqların Murtuz kişinin sözlərinə qulaq asması. Fırtınadan sonra fırtına hadisəsi yazıram da. İndi siz bura tam yazmış olarsınız. Fırtına hadisəsi və Murtuzun sözləri. Murtuz əfəndinin sözləri. Belə. Keçdik 56-cı sual. Mətndəki mənası fərqli mənada söz. Üzərində rəqəm yazılmış sözlər. Tapırıq görək nədir bu sözlər. Belə. Üzərində rəqəm yazılmış sözlərimiz hansılardır? Budaqlarını qırıb sözüdür biri. Budaqlar həqiqətən qırırlar. Qəlbimi qırıb yaza bilərsiniz məcazi olaraq. Sözləri ilə məni qırdı yaza bilərsiniz. İkinci sözümüz hansıdır? Bir dənə sözü deyəsin. Hə. Murtuz kişinin o dərin dərslərini, yəni məsləhətlərini, dərin dərs olmaz axı məcazidir. 1, 2, qırıb, həqiqidir. Burada yazıram ki, yəni biləsiniz. İkinci sözü də dərin sözü idi. O da məcazidir. Qırıb sözünə yazırsınız ki, fərqli mənada işlədim deyirək. Qəlbimi qırdı. Qəlbimi qırdı. Dərin sözündə həqiqi yazırsınız. Dərin quyu qorxuludur. Belə, uşaqlar, bu qədər izahlarla bağlı. Gördünüzsə, heç 10 dəqiqəni keçmədi. Yenə videonun sonunda da deyirəm, əgər bu video izahlar işinizə yaradısa, kanala abunə olun və videonu paylaşmağı unutmayın. Həmçində özünüz bəyənin videonu. Sağ olun.